Aleykümselam və rəhmətullahi və bərəkət. Qardaş soruşur ki, aydındır ki, nərd və şahmat oynamaq haramdır. Bəs domino və şaşkı oynamaq olarmı? Əlbəttə ki, qardaşım, o oyunlar ki, onlara aid xas olaraq hədis gəlib və hədisdə sabit olub və yaxud sələfdən sözlər gəlib o oyunlar haqqında, məsələn, şahmat kimi, nərd kimi oyunlar haqqında, hansı ki, səhih əsərlər və səhih hədislər var. Və lakin o oyunlar ki, onlar haqqında, onların haramlığı haqqında bir şey varid olmayıbsa və o oyunlar səni Allahın zikrindən yayındırırsa, bəli, o harama da çevrilə bilər. O oyunlar səni Allahın zikrindən yayındırarsa və onu pulla, müəyyən məqsədlər üçün oynanırlarsa, qumar kimi oynanırlarsa və əlbəttə ki, harama çevrilə bilər. Elə oyunlar harama çevrilə bilər. Aydındır? Yəni, o oyun ki, səni Allahın zikrindən yayındırır, namazdan yayındırır, Quran oxumaqdan yayındırır və yaxud orada mübahisə olur, orada söyür və orada kin-küdrət bəslənilir və yaxud orada pulla oynanılır, müəyyən, məsələn, yemək içməkdən və s. müəyyən işlərə görə oynanılır, yəni. Və belə halda əlbəttə ki, o oyun, hətta öz-özlüyündə mübah oyun olsa belə, məhz bu əməllər səbəbi ilə də harama çevrilə bilər. Allah bilir daha doğrusu.